Görüntüsü ilə süfrənizə gözəllik, dadı ilə sizdə asılılıq yaradacaq həmin o qəlyanaltı reseptini paylaşıram. Əgər videoya bəyənsəz, videoya like atıb abunə olmağı unutmayın. Sizin üçün adi bir like kanalım üçün çox böyük dəstək deməkdir. Kanalın digər auditoriyaların qarşısına çıxmaq üçün hər kəsdən xahişim kanala like ataq. İndi keçirik hazırlanma qaydasına. Bir ədəd şirin biberi xırda-xırda doğradım. Holland pendirini və kalbasanı sürtkəcin iri gözündən keçirtdim. Bir ədəd kişniş, bir dəstə kişniş və duz istiyor 100 qram qarğıdalını yuyub əlavə etdim. Bu qarışımın yarısını bu cürə, yarısını isə mayonez vurub yuxalara bükdüm. Həqiqətən də mayonezli qarışımın dadı daha gözəl olur. Sadə sevərlər üçünsə mayonez dadı sevməyənlər bu cürə də edə bilər. Mən yarısını bu cürə, yarısından isə mayonez qatıb etdim. Yuxaları hissələrə böldüm. Daha sonra isə rulet şəklində bükdüm. Bükdüyüm qəlyanaltıları qızğın yağda qızartdım. İlk olaraq qapağın ağzına qoydum. Bir tərəfi qızarana qədər qapaq örtülü qalır. Ocağın ən asta gözündə qızardıram. Ağzı açıq şəkildə digər üzü qızarana qədər qızartdım və artıq yağın çəkilməsi üçün kağız salfetdən istifadə etdim. Bu da bizim çox möhtəşəm, çox dadlı qəlyanaltımız hazırdır. Düşünürəm ki, qonaqlıq süfrələrinizə və bayram süfrələrinizə çox gözəllik və ləziz bir dad qatacaq. Siz də hazırlayın. Hazırlayan olan hər kəsə indidən nuş olsun deyirəm. İnşallah ki, yeni videolarda görüşənə qədər. Əgər videomu bəyəndiysə, videoya like atıb abunə olmağı unutmayın. Hər kəsdən xahişim, videonu yaxınlarınızla bölüşün. İzlədiyiniz üçün təşəkkür edirəm. Dadlı və ləzzətli reseptlər üçün izləmədə qalın. Hələlik.